Selamun Aleyküm ve Rahmetullah. Və aleykümselam. 10-cu sual budur ki, bir Müslüman vəkil tuta bilərmi? Müslüman vəkil tuta bilərmi? Tağutun məhkəməsində vəkil tuta bilərmi? Evet. Yəni bu sualın belə deyim ki, yəni bu sualın şərən vəkil tutmaq caizdir. Yəni belə ki, vəkil nə deməkdir? Vəkil sənin əvəz edən insan deməkdir. Sənin yerinə danışan və sənin etmiş olduğun, danışmış olduğun sözləri, əməlləri sənin yerinə o edir. Sən öz əlini ona müvəkkil edir. O sənin müvəkkilin. Sən onu vəkil tutsan, o sənin müvəkkilindir. Yəni sənin yerinə danışandır. Əgər bu günləri məsəl üçün tağutun məhkəməsinin əlaqədar əgər məsələ ona bağlıysa, əgər bir insan tağutun məhkəməsinə çıxması onun üçün bir ikrahdırsa, tamam mı? Və dolayısıyla onun yerinə vəkillə tutub onun yerinə danışması nədir? Caizdir. Yəni sənə caiz olan bir şey, onu da sənin yerinə danışması caizdir. O sənin yerinə danışır. O sənin yerinə etiqat eləmir ki, məsələyə. Sən məsəl üçün tağutun önündə məhkəmədəsən, sən özünü orada ikrah halında sayırsansa da, orada danışmaq sənin üçün caizdirsə də və sənə nələr danışmaq caizdirsə də, hansı sözləri istifadə etmək caizdirsə də, sənin yerinə danışacaq vəkilə də nədir? Həmçinin bu caizdir. Yəni bu istər yəni məhkəmə önündə olsun, istər hər hansı bir yerdə olsun, sənə caiz olan bir şeyi sənin yerinə vəkil danışması caizdir. Bir şərtlər var burada. Bir də şərtə diqqət etmək lazım ki, vəkilə bəyan etmək lazım ki, mənim inancım, mənim etiqadım budur. Yəni bundan əlavə hər hansı bir şey danışmayacaq. Yəni şər'an sənə Allah və Rasul tərəfindən ruxsat verilən danışıq nədirsə, o danışığın artığından danışarsan, sən günah qazanırsan. Sən küfrə girərsən. Yəni sənə orada icazə verilirsə bir kəlmə o söz demək, o sənin yerinə lazım olmayan sözləri də danışarsa da, küfr içərən sözlərə girərsə də, o zaman bundan məhsul sənsən və sən bundan dolayı küfrə girərsən. Niyə? Çünki o sənin yerinə danışır. Sən icazə verdin ki, o sənin yerinə danışsın. Tamam mı? Dolayısıyla qısa olaraq deyirik ki, bir insanın caiz olan, danışmasına caiz olan bir məsələdə onun yerinə başqa bir vəkilin danışması da caizdir. Bir şərtlə dedi ki, ona nə danışacağını bəyan eləsin, hansı məsələlər danışacağını isə yəni onu bəri başdan desin ki, hətta başqa problem yaranmasın. Axı da, elhamdülillah.